Davam edirik. Peşə təhsilinə marağı artır. Yeni ixtisaslar isə bu sahəni daha da cəlbedici eləyir. Praktik bacarıqlara tələbat artdıqca gənclərin seçimləri də təbii ki dəyişir və genişlənən imkanları gəlin birlikdə izləyək. Orta təhsilli gənclərin peşə məktəblərinə marağı nəzərə çarpacaq dərəcədə yüksəlib. Yeni nəsil iş bazarı formalaşır və bu bazarda praktik bacarıqlar akademik biliklərdən daha çox tələb olunur. Eyni zamanda peşə məktəblərində qadın tələbələrin sayı da artıb. Bu rəqəm 39% təşkil edir. Peşə məktəblərindən birində yeməklərin hazırlandığı istehsalat emalatxanasındayıq. Buranı bitirən məzunlar nəinki Azərbaycan mətbəxini, həmçinin dünya mətbəxindən olan bütün yeməkləri rahatlıqla hazırlaya bilirlər. Onu da qeyd eləmək istəyirəm ki, hətta buranın məzunları Azərbaycanı xarici ölkələrdə təmsil edirlər, eləcə də fəaliyyət göstərirlər. Peşə məktəblərini bitirən tələbələr daha tez işlə təmin olunurlar, nəinki universitet tələbələri ilə. Sual olunsa ki, bu fərqi nədə görürsünüz, niyə görə məhz belədir? Çünki peşə məktəbinin tələbələri artıq peşədə oxuya-oxuya, təhsil ala-ala otel və restoranlarda təlim proqramından keçirlər. Təlim proqramında real işlə qarşılaşırlar. Məncə rahatlıqla iş tapa biləcəm. Buranı qutaran tələbələrdən də gördüyünüz üzrə hətta xaricə belə gedib işləyə bilərəm. Sağ olun, təşəkkürlər. Tələbələrin fikrincə peşə məktəblərinin üstünlüyü həm də maraq və həvəs üzərində qurulan təhsil modelindəndir. Peşə məktəblərinə maraq edənlərin əsas səbəbi nədir? Hər bir insanın bir şeyə həvəsi olur və bu həvəsini də düşünürəm ki, ilk addımı buradan gəlir ki, burada öyrənirlər və həyata atılırlar. Bu hal-hazırda mənim ərişimdir. Burada Azərbaycan milli motivlərindən butadan istifadə olunubdur. Ekspertlər deyir ki, peşə təhsilinə artan maraq yaxın illərdə ölkədə tamamilə yeni iş bazarının formalaşmasına səbəb olacaq. Praktiki biliklərə sahib gənclərin iş tapma imkanları isə genişlənir. Peşə təhsili üzrə Dövlət Agentliyindən bildirildi ki, peşə məktəblərinə maraqlar artdıqca yeni ixtisaslar yaradılır. Belə ki, 2025-2026-cı tədris ili üçün 5-i yüksək texniki, 5-i texniki peşə ixtisası olmaqla 10 yeni ixtisas yaradılır. Bəzi ixtisaslar üzrə diplomla yanaşı, əmək bazarında rəqabət üstünlüyü qazandıracaq beynəlxalq sertifikatlar da əldə etmək mümkün olacaq. Aynur Hökmürəvan, Mirəziz Mirəloğlu, Zəhra Rızayeva, Şahnun Qasımova, ATV Xəbər.